Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkət. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonrasında hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu wa Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu wa Taala'nın üzərimizdə əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyi əmr edibsə, o şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olar. Əşarilər, Məturidilər və həmçinin digər bidət firqələri və həmçinin onların dəvətçiləri barəsində olan növbəti bir videomuzdur. Deməli, bu ağızlarına süd isi gələn bu uşaqların Allahı görmək barəsində 1 dəqiqəlik videolar var, kanallarına qoyublar, 1 dəqiqəlik. Yəni, təsəvvür edin də o boyda mövzunu, bunlar 1 dəqiqə necə izah edir insanlara. O Məşəd İbadın videosunda qoymuşam ora, deyir ki, mən Tarix Nadir kitabını yarıya qədər oxumuşam, amma o bunun dediklərindən heç başa düşmədim də. Bu bisavad ətrafda olan bu cəmaət necə başa düşsünlər? Yəni ayələr qala-qala, hədislər qala-qala, sahabə, tabiin sözləri qala-qala bu insanlara nağıl danışır. Vallahi ki, indi qoyacağım bir dənə diqqətlə dinləyin, görün bu necə nağıl danışır insanlara. Yəni, halbuki bu məsələnin izahı Allah və Rasulü izahını verib, sahabələr, tabiinlər izah edib, 4 məzhəb izah edib bunu. Dinləyin, dəyərli dinləyicilər, sonra cavab verin inşallah. Əhl-i Sünnənin Allah Əzzə və Cəllənin cənnətdə görülməsinin caizliyinə dair gətirdiyi incə dəlillərdən biri də budur. Allah Əzzə və Cəllə Musa aleyhissalam ilə olan xitabında görmənin baş verməsini dağın yerində sabit qalması şərtinə bağlayaraq belə buyurur: Sən məni əsla görə bilməzsən, lakin bu dağa bax. Əgər o yerində dura bilsə, sən də məni görə bilərsən. Şübhəsiz ki, dağın yerində qalması caizdir, yəni mümkündür və hər bir cismin də yerində sabit qalması, yəni hərəkətsiz olması mümkündür. Beləliklə, onun sabit qalmağı caiz olduğu üçün bu şərtə bağlanan şey, yəni görmə də icazəlidir. Lakin şərtə bağlanan nəticə, yəni görmə, baş verməsəydi, bu Allahın xəbərində yalanın olmasını lazım edərdi ki, bu da Allah Əzzə və Cəllə barəsində imkansızdır. Əşi, o qədər qəliz danışırsan ki, bilmək olmur ki, nə deyirsən. Mən özüm Tarix Nadir kitabını yarısına qədər oxumuşam, amma sənin dediyini anlamıram. Bu bir savadlar hardan başlayır? Çıxın da bu fəlsəfədən, bu kəlamdan çıxın da. Yəni, sən 1 dəqiqə içərisində çalışırsan ki, Allah Subhanahu Taala'nın qiyamət günü görülməsi barəsində olan mövzunu 1 dəqiqənin içərisində özü fəlsəfə ilə izah edəsən. Allahu Akbar. Hansı ki, Quran var, sünnə var, sahabə var, tabiin sözləri var. Məsələ açıq aydındır, Allah həmd olsun. Yəni, insanları niyə dolaşlığa salırsan ki sən? Yəni, ümumiyyətlə, bu əşariliyin, məturidilərin etiqadı budur, qardaşlarım. Və bu birinci məsələ deyil ki, bunlar belə nağıl danışırlar, fəlsəfə danışırlar. Bütün məsələlərdə bunlar belədirlər. Heç vaxt görməzsən ki, məsələni açıq aydın danışsınlar. Yaxşı, Allahı görmək və sual işarəsi qoymuşlar. Bir çox insanlara izah elədi. Sənin etiqadın nədir bu məsələdə? Allahı görmək barəsində. Etiqadını izah edək, o insanlar görsünlər də etiqadlarımızı. Əlhamdülillah, bütün məsələlər barəsində dərslərimiz var. Etiqadımız günəş kimi açıq aydındır. Gecəsi də gündüzü kimi aydındır bizim etiqadımız. Nə məsələlər varsa Allah həmd olsun çıxıb aydın insanlara izah edirik ki, insanlar bu məsələlərdən xəbərdar olsunlar. Sənin kimi və müəllimlərin kimi nağıl danışmırıq insanlara. Keçək məsələlərə, qardaşlarım. Deməli, Əbu'l-Həsən Əl-Əşari rahimehullah bilirsiniz ki, ömrünün 40 ilini Mötəzilə etiqadında olub və sonradan Əşarili, sonradan İmam Əhmədin kitablarını oxuduğu üçün Əhl-i Sünnətin etiqadına gəlir və Əşariliyin batil olduğunu isbat etmək üçün kitablar da yazır. Əl-İbanədir, Məqalətül İsləmiyyədir. Bu kitabları yazır və deyir ki, mən o etiqadımdan dönmüşəm. Amma halbuki bu günləri Əşarilər həmin o etiqadı daşıyırlar, o batil etiqadı. Hansı ki, o baniləri o etiqaddan tövbə edib. Deməli, Mötəzilə bu məsələdə Allahı görmək barəsində onların etiqadı nədir? Onlar deyirlər ki, görmək üçün görülən bir şey insanın qarşısında olmalı. Çünki sən dünyada ikən hər hansısa bir şeyi görmək üçün o sənin qarşındadır. Yəni, sən gözünlə o şeyi görürsən. Və deyir ki, Allah Subhanahu Taala da cism olmadığı üçün və qarşıda da ola bilməz. Deməli, Allah qiyamət günü görülməyəcək. Mötəzilə bu etiqadda idi ki, qiyamət günü Allahı görməyəcək.
Mümkün deyil. Və digər bu günləri rafizlər olsun və başqa digər etiqadlar olsun, onlar da bu etiqadlar ki, Allah görməyəcək qiyamət günü. Və onlar elə görməyəcəklər, doğrudan da görməyəcəklər. Əşarilərə gəldikdə isə, onlar Allah Subhanahu taalanın qiyamət günü görməyi etiqad edirlər. Görəcək. Lakin onlar deyirlər ki, məkan və cəhət olmadan, yəni qarşı-qarşıya durmadan, yəni başımın üstündədir, bax burada görəcəm, filan şey. Yəni bunları deyir olmadan Allahı deyir görəcək. Necə ki bu barədə Cüveyni rahimehullah deyir ki, bizim dünyada görmə qanunumuz belədir. Yəni dünyada görmək necə olur? Onun qanunu nədir? İnsanda hansısa bir əşya sənin gözünün qabağındadır, sən onu görürsən. Axirətdə deyir Allah Subhanahu taala Allahı görmək üçün başqa bir güc, qüvvət və yaradacaq və sən o qüvvə ilə məkan və cəhət olmadan Allahı görəcəksən. Yenə də məkan və cəhəti ortaya soxublar. Yəni birincisi bunlara demək lazımdır ki, o məkan və cəhət söhbətini sən hardan götürdün? Sələflərdən elə bir söz deyən olub, sahabələrdən, tabinlərdən məkan, cəhət söhbəti eləyən olub. 4 məzhəb imamlarından belə bir söhbətlər eləyən olub. Götürsünlər birindən bir dənə dəlil heç olmasa. Tələb edin onlardan. Ona görə də əşarilər deyirlər ki, görəcəyik, amma başımızın üstündə 5 metr aralıda. Yəni belə bir şeylər olmayacaq. Misal üçün çəkirəm. Yəni belə bir şey olmayacaq. Cihad və məkan olmadan. Onlar deyirlər Allahı görəcək. Lakin məkan və cəhət olmadan görəcək. Şeyxülislam İbn Teymiyyə rahimehullah isə onlara cavab olaraq deyir ki, sizin elə bu deməyiniz inkar etməkdir. Eyni şeydir. Necə yəni Allahı görəcək, lakin qarşıda deyil, üstdə deyil, yanında deyil, orada deyil, burada deyil. Belə məkan cihad, yəni olmadan görəcək. Amma görəcək. Necə görəcək? Deməli yoxdur onda Allah. Harda da yaxşı. Harda görəcəksən Allahı? Necə görəcəksən? Ona görə də fəlsəfəyə girdikləri üçün, bu kəlam elminə girdikləri üçün, yəni təsəvvür edin ki, Allahı görmək yazıb, bir dənə sual işarəsi qoyub. Yəni bilinmir görəcək yoxsa yox. Sualdan bəlli deyil. Görəcək. Əhlüsünnə etiqadı budur. Sələf-i salihin etiqadı budur ki, qiyamət günü möminlər Allah Subhanahu taalanı görəcəklər. İndi keçək biz qardaşlarım Quran və sünnə. Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah, İbn Qeym rahimehullah bilirsiniz ki 21 yaşında gəlir Şeyxülislam İbn Teymiyyə ilə tanış olur. Özü əşari olub. Etiqadlarda, sufi. Və deyir ki, mən gəldim onunla məclisdə oturub, onunla söhbət edəndən sonra mən bildim ki, mən bu günə qədər yəni ölü deyildim də, yəni diri deyildim, ölü idim deyir. İbn Qeym rahimehullah deyir. Və ondan sonra 16 il onun yanından ayrılmır. Şeyxülislam İbn Teymiyyə rahimehullah ona ömrü boyu yadında qalacaq bir nəsihət edir. Deyir ki, 1000 dənə onun sözünü gətirməkdənsə, yəni alimlərin sözlərini gətirməkdənsə, Quran və sünnədən dəlil gətir, bu kifayətdir. Allahu Ekber. Əhlüsünnə vəl cəmaə salih sələflər ittifaq edirlər və bu fikirdədirlər ki, qiyamət günü möminlər öz rəblərini heç bir əziyyət çəkmədən görəcəklər. Yəni bunlar deyir cihad, yön, sağ, sol bilinmir də, amma görəcək bilinmir necə. Allah Subhanahu taalanı görəcək heç bir əziyyət çəkmədən. Dəlil nədir qardaşlarım? Dəlilə bir dənə diqqətlə dinləyin. Hədis Buxari Müslimdə keçir. Sahabelər dedilər ki, ya Rasulullah, suala baxın, sualın özünə baxın. Yəni hədis açıq-aydın bunlara rəddir də qardaşlarım. Ya Rasulullah, qiyamət günü Rəbbimizi görəcəyikmi? Sahabelər gəlib Peyğəmbər sallallahu əleyhi və səlləmə belə bir söz deyə bilərdilər. Yəni əgər mümkün olmasaydı Peyğəmbər sallallahu əleyhi və səlləm nə etməli idi ki? Yox, görməyəcək. Qəti cavab verərdi. Ya Rasulullah, qiyamət günü Rəbbimizi görəcəyikmi? Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu. Yanında bulud olmayan, indi cavaba baxın diqqətlə. Yanında bulud olmayan, açıq-aydın bir hava. Günəşi görməyə çətinlik çəkirsiniz. Bax buradan hər birinizə sual verirəm. Bu əşarilərdir, bu ağızlarından, bu süd isi gələnlərdən də soruşuram. Açıq bir havada, tərtəmiz, bulud olmayan, tuman olmayan bir havada günəşi görməkdə bir əziyyət çəkirsən, onlar dedilər ki, ya Rasulullah, heç bir əziyyət çəkmirik günəşi görməkdə. Yəni, baxın, bax, suala baxın və onun cavabına diqqətlə dinləyin. Və sonra Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu, bədirləmiş 14-cü günündə olan, yanında bulud olmayan havada, ayı deyir görməkdə, bədirlənmiş ayı görməkdə deyir əziyyət çəkirsiniz. Bədirlənmiş ay da çıxmır, 14-cü günü necə olur? Açıq aydın görürsən də. Allahu Akbar. Xeyr, ya Rasulullah, heç bir əziyyət çəkmirik. Günəşi, indi cavaba baxın, günəşi və ayı görməkdə əziyyət çəkmədiyiniz kimi, Allahı da görməkdə heç bir əziyyət çəkməyəcək. Cavab alın, Allahu Akbar. Da bunlar kimi
Fəlsəfə, kəlam, nağıl danışmır Peyğəmbər sallallahu. Peyğəmbər sallallahu əleyhi və səlləm həqiqəti söyləyir onlara. Ki qiyamət günü o günəşi necə görməkdə əziyyət çəkməmisən. O buludlu olmayan havada bədirlənmiş ayı necə əziyyət çəkmirsənsə, Allah Subhanahu taala ilə necə görəcəksən qiyamət günü. Möminlər görəcək. Kim ki görmək istəmirsə, həqiqətən onlar görməyəcəklər. Ayət Qiyamət günü 22-23-cü ayətləri Qiyamət surəsinin. O gün üzlər Rəbbinin camalına baxıb sevinəcəklər. Bu ayət ayrıca bir mövzudur da qardaşlar. Ayrıca bir dərsdir. Bizim Əhlüsünnə və Cəmaət salih sələflərin etiqadı barəsində kitabımız var. Kim istəsə girib o kitabı oxuya bilər. Orada geniş şəkildə bunu izah etmişik. Bu ayrıca bir mövzudur ki, hansı ki burada hər bir kəlmə o gün üzlər Rəbbinin camalına baxıb sevinəcəklər. Hər bir kəlmə Allah Taala'nın görülməsinə dəlildir. Keçək o bura ayətə. Yunus surəsi 25-26-cı ayət. Yaxşı işlər görənləri cənnət və daha artıq deyir mükafat gözləyir. Ayətə diqqətlə fikir verin. Yaxşı işlər görənləri cənnət və daha artıq mükafat, ziyadə Allah Taala buyurur. Müəllimlər deyirlər ki, İbn Kəsir, İmam Şafii və həmçinin də digər alimlər. Burada Təbəri rahimehullah öz təfsirində qeyd edir. Əbu Bakırdır, Huzeyfədir, Amr ibn Sa'ddır, Əbu İshaqdır, Əbu Musa'dır, Əbu Leylədir, Həsən el-Basri, Abdurrahman ibn Mehdi, Qatadədir, Kəb ibn Ucradır, Ubey ibn Kəbdir. Yaxşı işlər görənləri cənnət və daha artıq əlavə gözləyir. Nə deməkdir? Allahın vəchinə baxmaq, Allahı görməkdir. Ziyadə, yəni cənnət və artıq nədir? Allahı görməkdir. Və daha bir dəlil və bu oxuduğu ayət var. Bu oxuduğu ayət barəsində Əbul Həsən əl-Əşari rahimehullah deyir ki, Musa əleyhissalam Allahdan mümkünsüz bir şey istəmədi. Mümkün olan bir şey istədi. Çünki bilirdi ki, Allahı görmək olar. Lakin Musa əleyhissalam bilmirdi ki, bu dünyada olmaz, axirətdə olar. Ona görə dedi ki, ya Rəbbi özünü göstər. Dedi ki, bu dağ göstər, qalsa, sən məni görəcəksən. Allah subhanahu wa ta'ala demədi ya, görməyəcəksən, sən məni görə bilməzsən. Dedi ki, o dağ yerində dayana bilsən, məni görəcəksən. Deməli, bu dünyada yox, axirətdə görəcəklər möminlər. Ona görə də Allah subhanahu wa ta'ala sonuncu bir ayətdə oxuyaq, bu bisalatlar üçün. Mutaffin surəsi 15-ci ayətində. Qiyamət günü onlarla Rəbləri arasında hicab çəkiləcək. Baxın, ayətə baxın. Qiyamət günü onlarla Rəbləri arasında bir hicab çəkiləcək və onlar Rəblərini görməyəcəklər. Baxın, ayətə baxın. Onlar Rəblərini görməyəcəklər. Ona görə İbn Kəsir, İmam Şafi və digər əhlüsün imamları deyirlər ki, bu ayə dəlildir ki, möminlər ilə Rəbləri arasında hicab olmayacaq. Kafirlər ilə arasında olacaq. Onlar görməyəcəklər Allahı. Bu dəlildir yenə də Allahın görülməsinə. Da fəlsəfə yox da, cihad yox, nə bilim, orada yox, burada yox. Niyə qəlizləşdirirsən məsələni? Peyğəmbər sallallahu əleyhi və səlləm izah elədi də. Dedi günəşi görməkdə çətinlik çəkir. Dedi yox, göstərdi də dedi. Dedi o günəşi necə görürsən, Allahı da elə görəcəksən. Niyə belə nağıl danışırsan? Gətirdiyin o kəlmələrin hər birinə dəlili var sələflərdə. Sahabələrdən kimsə deyib cihad, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm istəsəydi deyərdi, ya bax bədirlənmiş ay dedim ha sizə. Nə bilim günəş dedim ha. Yəni fikirləşməyin ha, cihad, məkan fikirləşməyin ha belə şey. Peyğəmbər sallallahu əleyhi və səlləm belə şeylər demədi axı. Allahu akbar. Allah həmd olsun qardaşlarım. Yenə də Allaha çox şükürlər olsun ki, Allah Subhanahu taala bizi bu əhlüsünnə və cemaat salih sələflərin etiqadında edir. Gözəl bir etiqad və bu etiqadın qədrini bilin. Həmd edin Allah. Elhamdülillah. Allah'a emanet olun. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu.